Hanımlar ve canavlar, şovun aparıcısı Murat Dadaşov. Oo. Dostlar teşekkür ederim ben. Çok minnettarım size. Çok minnettarım size bu güzel tebriklere göre. Aziz iştirakçılar. Ama ne olursa olsun bugün bir defa gelir, haberiniz var yani. Gene onu evvelceden diyerdim. Yani ben bugün bütün günü çok sağ olun, çok sağ olun. Şimdi ben de çalışacağım, öz tarafından hediye edeyim. En az 2 nefer geçsin. Akşamınız hayırlı olsun, maşındayız hanımlar ve canımlar. Maşın reality show'su canlı yayımdadır. Bu güzel tebriklere göre minnettarım. Çok sağ olun, çalışacağım. Bundan sonra da yaxşı işlerle məşğul olun ve səmərəli yaşayayım, faydalı yaşayayım. Çok sağ olun, teşekkür ederim, minnettarım. Aziz dostlar, maşındayıq ve maşının bugün 9. yarışma gecəsidir. Maşın uğrunda mübarizədə 11 nəfərlə biz davam edirik və 7 nəfər üçün artıq maşın əldən getdi. Maşın ətrafında qalan iştirakçılar da bugün bir yuxsuz bir gecə keçirib bu mübarizə qatıldılar. İştirakçıların sayı azalsa da azalmayan ve yalnız bizimle her zaman beraber olan bizim sponsorlarımızdır. Baş sponsorumuz NAR. Çünkü daha çoxuna layiqsən. Əziz dostlar, baş sponsorumuz NAR sizə maraqlı olduqca mobil istifadə əsasən və çox sürətli Wi-Fi routeri təqdim edir. Bu Wi-Fi routeri bizim studiyamızda var. Wi-Fi routeri olduğunuz hər yerdə, yəni mənzillərdə və ya ofislərinizdə, şəhər kənarı evinizdə siz sürətli internetle təmin edir. Bax, belə bir cihazdır. Ağ, bax, görürsünüzsə, xüsusi bir rəfin üzərindədir. Çox asan, çox yüngül, istifadəsi əla və əsl 4G sürətini evinizdə, bağınızda, ofisinizdə hiss edə bilərsiniz. NAR Wi-Fi, NAR 4G şəbəkəsinin əhatə etdiyi hər yerdə sürətli internetdən tam şəkildə istifadə etməyə imkan verir. 777 nömrəsinə zəng vurun, 24 saat çalışır və sizin xidmətinizdə də rahat danışıb məlumat ala bilərsiniz dostlar. Mən isə xatırladıram ki, NAR'ın bir müsabiqəsi var idi. Bu müsabiqə NAR'ın bəxtəvər abunəçiləri 18 yaşından yuxarı olan bəxtəvər abunəçiləri, bütün bəxtəvərlər orada daxil deyildi. Yox. Demək 18 nəfər yaşından yuxarı olan insanlar 70-77'ye pulsuz olaraq SMS göndərirdilər. Və onlardan yalnız biri ixtiyari şəkildə seçilirdi və bizim şovumuzun iştirakçıları ilə tam bir gün keçirmə imkanı kazanırdı. Və bu adam artıq, bax məlumat gəldi ki, bu adam artıq yəni, müəyyən olundu və sabah biz artıq bu insanı, bu bəxtəvər NAR abunəçisini bura dəvət edəcəyik və bizimlə tam bir gün keçirəcəyik. İndi o insanı kimlər qarşılayacaq? En azı burada maşın etrafında dayanan 11 nəfərdən biri en azı olmayacaq. Görək kim? Beləliklə, bu dəqiqəyə maşın etrafında aşağıdakılardır. Nazilə Səfərli. Dünən özündən də xəbərsiz hədəfidir, amma mən fikirləşirəm ki, dünənki şounu tərk edən şəxsin buradan getməyində birbaşa bilavasitə rolu olub. Ranar Musayev. Ranar Musayev. Alqışlarınızla. Jose Bernardo. Ramil Nabram. Xəyalə Quliyeva. Sərxan Kərəmoğlu. Səmra Rəhimli. Dilarə Kazımova. Samir Cavadzadə.
Talih Yüzbəyov. Və nihayət Mənsur Şərif. Belə, dostlar, bu qədər. Aha. Səs vermənin nəticələrindən tanış edim sizi. Baxaq görək, bugün kim kimə qarşı və necə səs verib. Xəyalə Quliyeva. Xəyalə Quliyeva. Talih Yüzbəyov. Samir Cavadzadə. Səmra. Rəhimli. Dilarə. Kazımova. Mənsur Şərif. Mənsur Şərif. Mənsur Şərif 3. Mənsur Şərif 4. Bir şəkildə əzilib atılıb bura. Əzilib atılıb bura. Belə eləcə də səs verilib. Mən indi deməyəcəm kim şəkili əzib qoyub. Mən sadəcə göstərəcəm bu şəkildə kimə qarşı səs verilib. O da Mənsur Şərif. İndi bilmirəm niyə əziblər. Hər halda yaxşı ki şəkili əziblər. Ondan artıqını deyil. Bəli. Hələ biz də baxaq görək bu şou ərzində Mənsur Şərifin bura çıxmağı Mənsur Şərifin oyunudurmu, yoxsa qalan 10 nəfərin oyunu? Beləliklə, əziz dostlar, vaxt itirmədən Mənsur Şərif, yaxınlaşın mənim yanıma. Mənsur Şərif maşında ilk dəfədir ki, bizimlə bərabərdir. Ümumiyyətlə, bu yeni hərəkət mi deyim, yeni janr mı deyim, yeni bu formatda olan və fəaliyyət göstərən insanlar kimi üçünsə belə qeyri-ciddi görsənir. Mən açıq sizə deyim, mən də müəyyən bir vaxta qədər qeyri-ciddi baxırdım buna. Yəni, həvəskar səviyyəsində. Amma vaxt ötdükcə, yavaş-yavaş siz görürsünüz ki, bax, bu insanlar artıq yalan olması 10 minlərlə, sonra 100 minlərlə, sonra 1 milyona yaxın, sonra ondan da artıqını yəni onlara pərəstiş edənmi, onları izləyənmi insanları toplayıblar ətraflarına. Və bugün açıq söyləyeyim, bəlkə də televiziyada Mənsur Şərifin, Talih Yüzbəyovun siması az görsənsə də, inanın mənə ki, fəal olan gənclər, mobil telefon istifadəçiləri, indi ölkədə hamının əlində smart telefonlarda, düyməli telefonlar çox az qalıb. Hamının artıq telefonlar çox müasirdir. Bax, orada hamı bu uşaqları tanıyır. Dəb formalaşdırıblar. Bilmirəm, bütün bunları ona görə deyirəm ki, bir də tanışlıq verin. Bizdə yaxşı söz deyir, tanışlıq verin. Bax, mən də tanışlıq verirəm ki, Mənsur Şərifi burada tanısınlar və başa düşsünlər ki, Mənsur Şərifin, Talih Yüzbəyov və digər ki, belə insanların bura dəvəti təsadüf deyil. Biz bilə-bilə dəvət eləmişik. Ona görə ki, bu insanları bəyənirik, izləyirik və maraqlıdır bizə. Mənsur, bir dəqiqə vaxt həyəcanlısan görəm ki. Bir dəqiqə vaxt lazımdır ki, mən mahnım da var. İstəyirsən mən bugün bir mahnı da oxuyum. Yəni, sən rahat ol, rahat ol. Növbəti ad günümə qədər rahat danışa bilərəm mən, belə deyim. Mənsur, bir dəqiqə vaxt lazımdır ki, o Instagramda bir dəqiqədən artıq deyil ki, yox video. Siz də kifayət qədər lakanik, belə qısa, məzmunlu çıxış edirsiniz. Bax, bir dəqiqə vaxt indi hal-hazırda sənin ixtiyarın əzizim. Bütün bizə baxan milyonlarla tamaşaçılar səni izləyir. Diqqət ekranlara. Mənsur Şərif. Hər kəs salamlayıram, axşamınız xeyir olsun. Buranın aurası o qədər ağırdır ki, bir dəqiqə danışa bilmirəm, dilim dodağım quruyub. Belə deyək də... Salamlayıram Nazlı xanımı. Sarxan bəy, mən balaca bir telefonla başladım hər şey. Bax, balaca bir telefon idi. Bu qədər telefonu götürdüm, video çəkdim və ətrafıma bu qədər kütlə yığdım. Və onların içində pulsuz Wi-Fi istifadə edənlər də var idi,
pullu Wi-Fi istifadə edənlər də var idi. Onlar yox, əstəğfurullah, mən bilirəm siz onu nə mənada demişsiniz. Sadəcə mən onu demək mənim borcumdur. Onu ən azından izləyicilər məndən onu gözləyir. Mənim borcumdur onu demək. Onlar mənim yumruğu açdılar, buraxdılar və mənim maşından gözləyirlər. İnşallah ki, dəstək olacaqlar. Və mən icazə versəydiniz, Murad müəllim, mən ad çəkə bilərəm, kimdən oynayacağım? Mən açıqlaya bilərəm. Mən böyük fiqur seçdim özümə. Burada hər bir iştirakçı mənim üçün çox güclü bir rəqibidir. Sabah siz olacaqsınız, sabah siz olacaqsınız. Amma mən istəyirəm ki, bugün sizinlə oynayayım. Bugün ya siz qalacaqsınız, ya mən qalacağım. Amma sizə böyük hörmətim var o öz yerində. Amma ora qaydanda mən sizə uğurlar arzu eləmirəm. Bilirsiniz niyə? Çünki iki döyüşçü tatamiyə çıxanda üzr istəyirəm. İki döyüşçü tatamiyə çıxanda onlar döyüşdən əvvəl bir-birinin əlini sıxıb bir-birinə uğurlar deyir. Amma onlar uğurlar sözünü heç vaxt ürəkdən demirlər. Hər ikisi qələbə istəyir. Mən sizə uğurlar desəm qeyri-səmimi olar. Oyuncu aparsın deyirəm. Təşəkkürlər. Bu da sizə Mənsur Şərif. Mənsur Şərif Sərxan Kərəmoğluya qarşı hər halda elan belə getdi. Və o deməkdir ki, bu saniyədən etibarən Mənsur Şərifin xeyrinə gələn səslər, yəni 3501, 3510 və ya 3550 nömrəsinə göndərilən hər boş SMS bütün mobil operatorlar abonentləri tərəfindən bilin ki, ödənişlidir. Bu, bax, ora göndərilən hər boş SMS müvafiq olaraq 1, 10 və ya 50 səslə saxlayır şouda Mənsur Şərifi. Yəni qalsın deyərək siz onu Mənsur Şərifi bu şouda saxlayırsınız. Mənsur Şərifin əleyhinə olanlar, digər iştirakçılar tərəfdarı olanlar və ya konkret olaraq ad çəkilən Sərxan Kərəmoğlu'nun tərəfdarları 4501, 4510 və ya 4550 nömrəsinə eyni qaydada boş SMS göndərin. 1, 10 və ya səslə sizin tək SMS-iniz Mənsur Şərifin getməyini sürətləndirəcək. Eyni zamanda maşınshow.az internet səhifəsində Azərbaycanın mobil operatorları yox, dünyada bizə baxan bank kartlar sahibləri rahat qaydalar da var. Oradan da səs göndərə bilərsiniz, rahat istifadə edin və bu şounun qərarını sonda siz verirsiniz. Mən sadəcə elan edirəm. Əziz dostlar, xatırladıram ki, maşın ətrafında bu gecə 11 nəfər var. 11 nəfər. Ən azı 10 nəfər qalacaq. Sərxan Kərəmoğlu, şans olaraq yəni, ədalət naminəmi, qayda naminəmi, mən sizə də söz verməliyəm. Sizin adınız çəkildi, əzizim, buyurun. Mənsur Şərif mənim adımı çəkdi və çox gözəl ki, məni hədəf götürdü. Çünki mən bir balaca həqiqətən yorğunam. Amma Mənsur, sən gəncsən, mən sənə bura gələn gündən də demişəm ki, sənlə mənim oğlumun arasında 2 yaş fərq var. Mənə heç yaraşmaz ki, səninlə burada döyüşə çıxım. Yəni, bu maşın uğrunda döyüşə çıxım. Sadəcə olaraq, mən tək sənə yox, ümumiyyətlə Azərbaycan show biznesinə qatılmaq istəyən və qatılan insanların hər birinə demək istəyirəm ki, gündəmi ələ alıb özünüzü tamaşaçılara və xalqa şirin satmayın. Sərxandan heç kim reklam qazana bilməyəcək. Nə Oqtay qazandı, nə sən qazana biləcəksən. Sən bugünkü günün qalibi ola bilərsən. Amma Sərxanın şəxsiyyəti və Sərxanın mənəviyyəti üzərində qələbə çala bilməzsən. Onu yadında saxla. Dünən mən, yox, bir dəqiqə, üzr istəyirəm, Murad müəllim. Yox, dedin. Bir dəqiqə, Mənsur, hələ mən danışıram. Mən sən danışanda sənin sözün kəsmədim ki. Yox, mən şəxsiyyətə toxunmadım. Yox, bir dəqiqə, sən artıq toxunursan. Çünki dünən mən demişəm və bugün də deyirəm, əcəb eləyib deyirəm. O, Wi-Fi tapıb, internet kafelerin qabağından keçib, bizim, ya mənim, ya sənin, ya buradakı olan insanların, ya Dilara'yla mən şəkil qoymuşam onun altından, ya maşın şounun altından təhqir yazan insanlara səslənmişəm mən. Mən televiziya qarşısında otur, sən bunu əlinə bayraq götürüb özünə kozur qazanmaq istəyirsən, ayıb olsun sənə. Mən yaxşı eləm, çünki mən sosial şəbəkə yox, sosial şəbəkələr, sən elə sosial şəbəkələr də qoy sənə səs versin. Mən xalqın artistiyəm. İnternet üzərindən gəlməmişəm, sənin yaşın qədər mənim səhnə fəaliyyətim var. Allah köməyin olsun. Bir kəlmə. Mənsur Şərifə səs verin, qoyun qalsın. Sevincək olsun. Qalacaq qalsın da. Axşamınız xeyir olsun. Mən də hamını salamlayıram və dəstək oluram, dostumdur, dəstək oluram. Dəstək ol da o dostuna. Ben niyə qatılsan onda ortaya? Necə qotub? Dəstək oluram, istəyirəm qalsın oyunda. İnşallah ki də qalacaq. Yaxşı. Yaxşı, bəs
Xose bildi Mənsurun tərəfindədir. Bəs Sərxanın tərəfində? Heç kim olmasın, çox xahiş edirəm. Heç kim mənim tərəfimdə olmasın. Mənim tərəfimdə olan xalqdır. Mənim tərəfimdə olan tamaşaçılardır. Mənim tərəfimdə olan internetdə olan insanlar deyil. Televiziyanın qarşısında oturan insanlardır. İstəyəcəklər Sərxan qalacaq. İstəməyəcəklər Mənsur qalacaq. O da Azərbaycan oğludur, mən də. Heç bir fərqimiz yoxdur. Bugün mən gedəcəm, sabah o gedəcək, bir gün o birisi gedəcək. Amma Mənsur, sən bilirsən ki, mən bir səni seçmişəm. Bir bax bu qara gedəni seçmişəm. Bir də Samiri seçmişəm ki, mən sizə arzu eləyirəm ki, sənə maşın lazım deyil, sənə slava lazımdır. Sənə brendləşmək lazımdır. Amma Samirə maşın lazımdır. Xoseyə maşın lazımdır. Mən demişəm ki, mən buradan özüm elə bir qurğu, oyun oynayıb gedərəm ki, finala siz qalasınız. Çünki mən finala qalsam da, mən bunu əgər deməmişəmsə deyin ki, sən adam deyilsən, sən bunu deməyibsən. Mən demişəm ki, mən bu maşının ətrafında qalsam finala, 2 saatdan artıq mən əlimi saxlaya bilməyəcəm və kimisə haqqına girmək istəməyəcəm. Qoy finala layiq olan qalsın, gücü olan qalsın. Bunu demişəm. Sən neynədin? Sən neynəmək istədin? İnternetdə falan bunu deyən, onu kozur qazanmaq istəyirsən. Mənim kütləmi təkil mikrofonu al əlinə denən ki, Sərxan sən güclü oyuncusan, mən səndən yarışmaq istəyirəm. Sən nə? Xeyr, sən birinci telefonla başladın. Mən Azərbaycan xalqında əgər kimsə eşidirsə məni, əgər kiminsə xətrinə dəymişəmsə də, bir daha deyirəm, tərbiyəsiz, təhqir yazanların yox, onların belə böyüklərinə də öz sözümü deyə bilərəm. Amma sadə insanlar ki var ki, bilmirlər, anlamırlar. Ola bilsin, düşünsünlər ki, Sərxan Wi-Fi-dan istifadə edən internet istifadəçilərini təhqir edib. Mən onlardan üzr istəyirəm. Ola bilsin, istifadəmi düzgün mən çatdıra bilməmişəm. Burada Oktay, hamınız qınadınız Oktayı. Amma Oktay burada saat yarım mənə Allah'tı, sonra kişilikdən danışdı. Yarım saatda mən onu Allah'tım. Amma neynədilər sənin o sosial şəbəkələrin? Neynədilər? Yalandan yazdılar, insanları mənə qarşı çevirdilər. Mən vətən xainiyəm. Sənin yaşın qədər mən, ən azı mən 20 il cəbhə bölgələrində konsertlər vermişəm. Sənin kimi aktyorları, gəncləri aparmışam ki, əskərlərimizə ruh versinlər. Mən Sərxan Kərəmoğluyam. Mən sənə başqa söz deyim. Xeyr, sən mənə heç də deyə bilməzsən. Çünki sənin nə yaşın, nə profesiyan, nə sənin stajın ona ələ dəlalət eləmişsən, mənə nəsə deyəsən. Sən artıq dedin sözünü. Mən Nadir Qafarzadə ilə keçən 14-cü surətdə mənim ailə dostum bircə kəlmə sözünü düzgün deyə bilmədi. Amma dedi ki, sənin adını çəkəcəm, Aqil Emquliyevi çıxardacam. Mən dedim, kişilikdən deyil, Aqil mənim dostumdur. Sən də mənim dostumsan. Duxun çatır, özünə yarış. Dedi, Səidənin heyfini çıxmalıyam. Dedim, yaxşı, sustum. Çünki Nadirlə mən ailəvi dostam. Çünki Nadirlə mən qan qardaşıyam. Amma Nadir ağzını açanda digər müğanninin adını çəkdi. Səhv tələffüz elədi sözünü. Mən əlimi götürdüm, bu maşından çıxdım. Amma mən finala gedən bir oğluydum. Mən artıq 5 nəfər, 6 nəfər qalmışdım. Aydındır. Aydındır. Bu da sizin. Sərxan Kərəmoğlu'nun... Dedim sənə. Budur, deyirəm, budur. Başqa bir şey dedim sənə mən. Xeyr, sən mənə heç deyə bilməzsən. Sərxan Kərəmoğlu və Mənsur Şərif bu mübarizəni bu dəqiqədə... Deyirəm, sus. Xahiş edirəm, bir daha xahiş edirəm. Özünüzü alın və mən xatırladıram ki, bu şou kimin indiyə nə qədər nə etdiyindən bəhs etmir ha dostlar. Bu maşın uğrunda olan mübarizədir. Maşını sındırmayın ən azı. Bu maşın indi kimsə qaliblərdən birinə qismət olacaq. Bu bir. Amma mən eyni zamanda Sərxan Kərəmoğlu'nun bu əsəbinin səbəbini anlayıram. Başa düşürəm. Son zamanlar hər birimiz bunun şahidiyik ki, sosial şəbəkələr müəyyən dərəcədə nəzarətsiz, qaydasız və belə deyim də istənilən şəxsin heç bir məsuliyyət daşımadan istənilən bir ifadəsi üçün, yazısı üçün bir məkandır. Bəli. Və nəticədə ilk növbədə Sərxan, çox xahiş edirəm, mən fikrimi tamamlayayım, sonra rahat danışarıq. Və nəticədə xüsusilə də tanınmış simalar və digərləri bütün sosial şəbəkələrdə ünvanlardan yazılanları oxuyub, müəyyən bir vaxtdan sonra tanış olub. Əlbəttə ki,
bir stres keçirlər, əsəb keçirlər. Ona görə ki, cavab verməyə bir şəxs, insan yoxdur və məsuliyyət daşıyan da yoxdur. Sadəcə o bizim xalq arasında deyirlər, döşüyürlər və kim nə istəyir yazır. Əlbəttə, bu son günlər ərzində baş verən hadisələr və Mənsur Şərif bilib ha tərəfdən gəlib. Əlbəttə, biz indi soruşsaq, təhlil etsək, Mənsur Şərifin kəlməsi xüsusilə ona yönəlməmişdi. Bəli, onu etiraf elədi. Mən başa düşdüm ki, bəli, dedi hamısını. Amma Sərxana qarşı çıxmağın əsas səbəbini də Sərxan təcrübəli insandır, təcrübəli üçüdür. Bilir hardan gəlir. Və tanınmış simalar deyəndə Sərxan Kərəmoğlu'nun siması televiziya tamaşaçılığı üçün əlbəttə ki, daha tanınmışdı. Mənsur da yaxşı bir strateji bir addım attı. Dedi ki, mən bilirəm hardan vuracam. Və televizora baxmayanları televizor qarşıda bu dəqiqə çağırışla çıxış etdi. Onun çıxışı da onlar nəzərdə tutmuşdu. Qısası mən belə bir şey deyim. Əziz dostlar, əlbəttə ki, hər kəsin öz həqiqəti var. Və bu cəmiyyətdə necə ki, insanlar fərqlidir, fikirlər də fərqli ola bilər. Mən sadəcə çox xahiş edirəm və sizi bir daha burada öz nailiyyətlərinizi, həyat təcrübənizi və digərini məhz oyun, bu oyundur, bundan artıq deyil. Bu televiziya oyunudur, televiziya yarışmasıdır və biz özümüz də buna ondan artıq, amma eyni zamanda dostlar, mübarizə başlayıb və dünən biz şoudan atelimizə qayıdarkən, orada söhbət edərkən mən bir neçə iştirakçıdan da eşitdim bunu. Dedilər ki, maşın mübarizəsi öz yerində, amma bizim statusumuz var. Biz qazandığımız illərlə adımız var. İstəmirik ki, kimsə çıxıb adımızı elə belə əvəz yerdən ləkələsin və ya ittiham söyləsin, biz də cavablandırmayaq. Kim nə desə cavab verəcəyik. Kim kimə nə qarşı çıxsa cavab verəcəyik. Və bugün də onun nəticəsidir. Bəli, bu dəqiqə isə nəticələr var. Diqqət ekranlara. %86,22% səslə Mənsur Şərif bu dəqiqə qazanır. 86, yəni bu şounun başlanğıcıdır və xatırladıram ki, şou indi başlayıb və səs verməyə davam edir. Mən isə bütün bu şounun ərsəyə gəlməsində bizə dəstək olan insanlara özlərin təşəkkürümü bildirməliyəm. 2019-cu ildə 2019 hədiyyə üstəgəl endirim kampaniyası. Bax, bu adla məhz Optimal qarşınıza gəlir. Optimal bütün məhsullara, təkrar edirəm, bütün məhsullara 20% hədiyyə və 19% endirim təklif edir. Dekabrın 31-də dək Optimaldan nağd və ya kreditlə alış-veriş edən hər kəs bu kampaniyadan yararlana bilər. Optimalın ölkə üzrə 71 filialının istənilən mağazasında etdiyiniz alış-veriş məbləğinin ya 20% hədiyyə, ya 19% dəyərində endirim və ya hər ikisini eyni zamanda əldə biləcəksiniz. Bosch, Vestel, Samsung, LG, Sony Azərbaycanda məhz Optimal vasitəsilə. Rəsmi distributor məhz Optimaldır. Optimal keyfiyyəti əl çatan edir. 012-954 və ya optimal.az internet səhifəsi ixtiyarınızda. Səs vermə davam edir. Mən Sərxan Kərəmoğlu özü müraciət elədi iştirakçılara ki, mənə heç kəs dəstək olmasın. Mən tək oynayıram. Biz isə görürük ki, Talih Yüzbəyev artıq maşının arxasında gəldi. Səmranın, hələ ki, bu Səmranın yeridir. Səmranın yerini, bəli, Səmranın yeri tutdu. Ola bilsin ki, deyiləsi sözü var. Dərhal reklamlardan sonra Talih Yüzbəyev eşidəcəyik. Maşındayıq xanımlar, əcamlar, maşın reality şousu Crystal Hall'dan bütün dünyaya yayımlanır. Düşünün ki, bugün maşın reality şousu başlayan saniyədən belə çox gərginlik var studiyada. Bura təşrif buyurmuş dəyərli dostlarımız da bunu hiss edirlər və mən xatırladıram ki, bugünün özü-özlüyündə bizim çox əziz Azərbaycanda çox tanınmış simalar bugün çox əziz bir günlərini qeyd edir. Azərbaycan xalqı eyni gündə Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, bir sıra mükafatlar sahibi Ömər Eldarovu doğum günü münasibətilə biz ürəkdən təbrik edirik. Ömər müəllim Azərbaycanın həqiqətən də çox böyük bir
sənətçisidir, çox böyük bir memarı da Azərbaycanda və dünyada bir çox memarlıq abidələrinin müəllifidir. Bugün Ömər müəllim 91 yaşını qeyd edir. Biz ürəkdən salamlayırıq Ömər müəllim. Ona can sağlığı arzuluruq, uzun ömür arzuluruq. Böyük bir insan, büyük bir vətəndaş və çox əziz bir şəxsiyyəti biz ürəkdən təbrik edir. Mən özümə borc bildim bugün bu insana öz ürək sözlərimi bax burada studiyada toplaşanlar adına bildirim. Çox sağ olsunlar. Əziz dostlar, xatırladıram ki, səs verməmiz maşınshow.az saytında da davam edir və bu şoya biz başlayanda bizim ilk dəfədir ki çalışdığımız bir qurum var və bu qurum bizim bank tərəfdaşımızdır və bu bank tərəfdaşımızdan biz çox maraqlı bir məlumat əldə etmişik və mən çox şadam ki bugün bax burada bu məlumatı sizə çatdıracağım. Diqqət ekranlara. Bu həqiqətən də Rabitə Bankın bir fərqli bir addımıdır, fərqli bir kampaniyasıdır. Dostlar, Rabitə Banka keçməyin tam zamanıdır. Nəyə görə? Çünki Rabitə Banka keç məhsulundan yararlanan müştərilər bilirlər ki, illik cəmi 19% və heç bir komissiya olmadan digər kredit borclarını Rabitə Banka transfer etmək mümkündür. Rabitə Banka keç kampaniyasının üstünlükləri. Birincisi, siz bütün kreditlərinizi toplayıb bir ünvana Rabitə Banka gətirirsiniz. Yəni, indiyə qədər siz digər 5, 3, 2 banka pul verirsinizsə, indi bir yeri keçirirsiniz. Rabitə Bank bunu təmin edir sizə. Bu zaman kredit faizləri azalır. Ona görə ki, Rabitə Bankdadır və bu təkliflər oradan gəlir. Kreditinizin ödəniş müddəti isə uzaldılır. Bu da Rabitə Bankın bir avantajlarından biridir. Və bütün ödənişlərinizi vahid valyuta ilə, manatla ödəyirsiniz. Bütün bu ətraflı məlumat üçün, bütün bu xəbərlə bağlı ətraflı məlumat üçün 133 məlumat mərkəzinə zəng vurmağa dəyər və ya onlayn müraciət üçün 133.az səhifəsinə daxil olun. Bu unikal bir təklifdir, gözəl bir təklifdir və 25 il ərzində Azərbaycan bank sektorunda öz adını qoruyan Rabitə Banka dərin təşəkkürlər bildirir bu gözəl imkanlara görə. Çox sağ olsunlar. Əziz dostlar, maşında Sərxan və Mənsur qarşı durması. Talih Yüzbəyevlə mən belə başa düşürəm Elşad Xosi aydındır ki üzr istəyirəm, yenə də mən çox xahiş edəcəm ki Elşad Xosi da gəlsin, əlini qoysun bu maşının üzərinə başqa cür mən belə çətin olacaq, bəli 3 gündə biz dəvət edirik. 3 gündə adını çəkirik, əlbəttə mütləq dəvət etməliyik. Dostlar, Dilarə hansı mövqeydədir, kimin tərəfindədir? Mən heç kim tərəfində deyə bilərəm. Çünki biz Sərxanla da bugün danışmışdıq. Mən dedim ki, Sərxan birdən siz bugün mənim hədəfim olarsınız. O dedi ki... Mən belə başa düşüm ki, Dilarənin də çıxmaq ehtimalı var idi, yoxsa yox? Bir şəkil səsləndiyirsiniz. Bir dəfə şəkil atıldı, adı çəkildi bir dəfə. Bir dəfə, bəli. Amma dünən aydan getdi və onun şəklini heç kim gözləmirdi. Yəni, mən də bugün gözləyirdim. İndi belə oyun gedir ki, hər adamın şəklini çıxar, hər iştirakçının şəkli çıxa bilər. Bu sürpriz olaraq çıxır. Və biz özümüzə söz verdik ki, biz... Yəni, Mənsurun çıxmağı sürpriz idi? Bəli, mənim üçün sürpriz idi. Amma mənim üçün sürpriz idi. Çünki mən fikirləşmişdim ki, xəyal edəcək. Demək, dünənki mənim davranışım dostlarda özünü müdafiə hormonları yaradıbdır. Onlar artıq özlərini müdafiə eləmək üçün müəyyən addımlar atırlar və bugün mən oturanda burada təkərin dibində mənə Ramil yaxınlaşdı, dedi ki, sən dünən bizdən bir qiymətli aldın, bugün bizə kimi hədiyyə edirsən? Bu nə deməkdir, bilirsiniz? Bu deməkdir ki, yəni sənin tərəfdarın Sərxandır və özü də bilmədən boynunu aldı ki, sən mənim mafiyam aparmısan, başa düşürsünüz? Amma əslində belə deyil, həqiqətən belə deyil. Mən dünən özüm getmək istirdim və Aydanı güclü rəqib bildiyim üçün düşündüm ki, o məni gülə-gülə buradan yola sala bilər. Nazilə xanım, dünən baş verənlər qaldı dünəndə, bugündən söhbət gedir. Bugün dünənin bəhrəsidir. Sadəcə mən bir dənə oğlum yaşındasan, qurban olum Mənsur. Səndən də çox üzr istəyirəm. Mən də Sərxanı əvvəllər sevmirdim.
Bir insanın kim olduğunu bilmək üçün onun yetişdirdiyi evlatlara baxsan kifayət eləyir. Sərxan aktyor əmək haqqısı ilə xaricdə 2 evlat təhsil aldırıbdır və ölkəyə gətizdiribdir. Bugünkü gün Sərxan aktyordur. Bugün onu hamı qınaya bilər, neyniyə bilər. Amma o ki qaldı internetdə bizi təhqir eləyənlərə, biz də kimisə anasıyıq, kimisə bacısıyıq və həmçinin də siz ailə sahiblərisiniz. Heç kimi təhqir eləmək ixtiyarı yoxdur. Çünki bizə yazılan sözləri biz də uçsaq, bizim nəsil kökümüz udmur. Və bu gözəl bir mesaj olsun ki, hər kəs yazdığını öz ailəsinə qəbul eləsin. Bəli. Hər kəs nə yazırsa, nə deyirsə, öz tərbiyəsi çərçivəsində davranır. Əlbəttə, bəli, aydındır ki, həm qanunvericilikdə də bizdə bunlar çox böyük bir nəzarət altındadır və açıq deyim ki, mən əminəm ki, çox yaxın bir müddətdə xüsusi bu qaydalar daxil olacaq və bu məsələ artıq öz həllini tapacaq. İndi bunu qoyaq bir qırağa. Dünəndən bəri bugünə bir sutka keçdi. Bax, bunu mən reklam fasiləsində eşitdim Sərxan Kərəmoğlu'dan. Sərxan deyir ki, axı, ay Mənsur, bir sutka ərzində sən gəlib mənə bu sözü demədin. Mən Bu iradı mənə tutmadın, gəldin, məhz o anda irad bildirdin. iradı dünən verişin axırına yaxın oldu. Səhv etmirəmsə. Düzdürmü? Axırına hardasa bir 2-3 dəqiqə qalmışdı ki, bu hadisə baş verdi. 3 dəqiqə deyil, hə? Amma mən Allah şahiddir ki, mən əlimi qaldırdım. Mən yerində cavab vermək istədim. Amma yəni məlumdur da, yəni ona görə alınmadı. Amma saxladım ki, bu gün cavabımı verəcəm. Çünki imkan vermərəm. Kimsə mənim kitabım. Veriliş qutardı, hamı mindi avtobusa, getdi Homebridge otel. Çox üzr istəyirəm. Mən də bir dənə söz deyim. Bu nəyə lazımdır ki, nə bilim kimsə nəyisə hesabına dolandırır, nə bilim. Mən də bilmək istəyirsə, mən də Instagramda reklam hesabına dolandıram. Hə. Bəli, mən onunla razıyam, əlbəttə. İnsan bir də Mənsur Şərifin borcu deyil ki, kiminsə ailəsində uşaqların necə böyüdüyünü bilsin. O da yox, o da bilsin. Bəli. Reklam hesabına dolanırsan, Allah ondan da artıq eləsin. Burada mən bir daha deyirəm, televiziya qarşısında əyləşən tamaşaçılardan çox üzr istəyirəm. Burada Mənsur və Sərxan mübarizəsi getmir. Necə ki, o küçə demək, internetdə oturan o tərbiyəsiz təhqirləri bizə yazanların mübarizəsinə qalxıb. Demək burada televiziya mədəniyyəti ilə küçə mədəniyyətinin mübarizəsi gedir. Mənsur Sərxan mübarizəsi getmir. Yox, indi kimsə nəyinsə tərəfdarıdırsa, kimsə də təmsil edir. Yəni buna diqqət yetirək ki, burada küçə mədəniyyəti ilə televiziya mədəniyyətinin mübarizəsi gedir və sonda kim qələbə çalacaqsa demək lazımdır belədir. Bəli. Mən bir fikirlə razıyam ki, həqiqətən də o təhqir yazan və digər kimi insanlar var, amma Mənsur Şərif onların təmsilçisi deyil burada. Onlar Efir mədəniyyətini təmsil edən adam maşının üstündə yıxılıb yatmır. Onu deyim sizə. Normal bir şeydir. Hara yıxılıb yatır ki? Yatanda sən ayaq üstə yatırsan. Sərxan bəy, çox üzr istəyirəm. Yəni siz tamaşaçıları televiziya və internet tamaşaçılarına ayırırsınız, amma elə bir dəqiqə, indi deyir, gəlirəm. Mən təhqir yazanları deyirəm. Gəlirəm ora. Normal adamlar. Yəni insanlar otururlar maşın şoya televizorda baxırlar, nəsə söz keçir, qışqırırlar televizora, görürlər, eşitmirik, girib internetdə öz fikirlərini yazırlar. Bu yaxşı söz də ola bilər, pis söz də ola bilər. Tərbiyəsiz insan hər yerdə tərbiyəsizdir. Nəinki internetdə, metroda, avtobusda və başqa yerdə. Sadəcə olaraq kafe qabağında Wi-Fi-yə qoşulmaq tərbiyəsizlik əlaməti deyil. Bu sadəcə megabaytsızlıq əlamətidir ki, o da ki, pis bir şey deyil. yaxşı. Hər şeyi anladım, hər şeyi başa düşdüm, hər şeylə razıyam. İndi bir sualım yaranır, dostlar. Hamınızadır bu sual, hamınıza. Bütün iştirakçılara. Bir nəfər sizdən belə yaxınlaşıb bu iradı Sərxana bildirdi mi, yoxsa yox? Heç kim. Çünki onların heç birinin duxu çatmaz ona mən iradı bildirsin. Çünki onlar çox gözəl bilirdilər. Mən razıyam ki, yox, Sərxan, kimin hünəri nəyə çatır, bunu həyat göstərəcək, vaxt göstərəcək və səs vermənin nəticələri göstərəcək. Bir başqa məsələ var. Aydındır ki, bu vəziyyətdə irad tapıldı. Hansısa bir ittiham tapıldı və bu səbəbi gözləyirdi iştirakçılar. Bu səbəbi Sərxan özü verdi. Dünən verdiyi ifadə, bu dediyi kəlmə elə yozuldu. Mənası qaldı, məğzi qaldı bir qıraqda. İnsanlar ətəyindən tutub, gəldi, çıxartdı tam başqa bir mövzuya. Mən razıyam, Sərxan, mən razıyam və bir daha deyirəm, hər bir insan, burada studiyada böyük bizim tanınan simalarımız əyləşib və mən düşünürəm ki, hər kəs burada bu mövzu ilə bağlı
danışmaq istəsə, bir dastan yazar və ətraflı danışar. Hamı internetdə tərbiyəsizliklə üzləşir. Bəli, bu çox pis haldır, amma bir digər tərəfdən bir şey dediyim, əziz dostlar. Biz tamaşaçı qarşısına çıxırıqsa və bizim əməyimiz, işimiz, fəaliyyətimiz budursa, biz bu işin bu tərəfində dərk eləməliyik. Və imkan daxilində mümkünü qədər ehtiyatlı olmalıyıq. Bəli, razıyam, mən hər şeyi başa düşürəm. Bəli, təhqir vitrin deyirik. Mən sadəcə xatırladım ki, bu barədə, indi biz analitik verilişə dönürük bizim Maşın Şou. Amma bu barədə get-gedə bir şey yaranır, o da mənfi haldır ki, insanlar, tanımış insanlar, media simaları artıq onlara fikir vermir. Mən sizə inandırım ki, dünyada da belədir. İstənilən şəxsin bir profillərinə baxın, böyük bir, nə bilim, dünya şöhrətli insanlar heç vaxt fikir vermir. İngilis dilində elə bir ifadə var, haters gonna hate, yəni nifrət edənlər nifrət edəcək və siz onun qarşısını ala bilməzsiniz. Nəysə, bu bir qırağa. Mən isə bu arada məhz bizim şoumuza, bu çətin, mürəkkəb və çox böyük bir şoumuza dəstək olan şirkətlərə təşəkkürümü bildirmək istəyirəm. Bu World Telecom'dur, yalnız Maşın Şou ərzində aktiv olan Nisiyə dəftəri aksiyası bütün Xiaomi, Samsung və Apple modellərinə faizsiz və komissiyasız nağd satış qiymətini əldə edin və bütün bu pulları ödənişini 6 aya hissə ödeyin. Bundan əlavə arzuladığınız mobil telefonu, kompüteri və aksesuarı taksit kartı ilə faizsiz və komissiyasız alıb 18 aya qədər hissə ödəmək imkanınız var. World Telecom sərfəlidir. Ulduz 2555 və ya WT.az saytı World Telecom'un Instagram səhifəsində də. Uşaqlar, dostlar buradadır World Telecom'dan. Uşaqlar, xoş gördünüz deyə. Bəli, yaxınlaşıram. Instagram səhifəsində də orada səs vermə gedir, mən bildiyimə görə. Və orada bu səs vermədə Mənsur Şərif qazansa 100 səslə artıq Mənsurun xeyrinədir. Xoş gördük. Salam Murad müəllim. Biz də öz növbəmizdə World Telecom şirkəti adından sizi təbrik edirik. Çox sağ olun. Qısaca olaraq World Telecom eksklüziv bir məhsulu var. Onu biz sizə şirkətimiz adından hədiyyə etmək istəyirik. Bu gördüyünüz kimi sizin yaratdığınız şirkətin logosudur. Xeyirli olsun, xoş xəbərlər. İşıqlı logosudur. Bəli, M-Group. Bu düz işdir belə. Xeyirli olsun Murad müəllim. Təşəkkür edirəm, minnətdaram bu gözəl hədiyyəyə görə. Mən düşünürəm ki, şirkətimizin elə, bax bu mobil telefonu olacaq. Təşəkkür edirəm, belə işıqlı tərəfi. Çox sağ olsun World Telecom, minnətdarıq sizin diqqətinizə görə və belə bir münasibətinizə görə. Uşaqlar, minnətdarıq. Xatırladıram ki, səs vermə davam edir. Mənsur Şərif qalır və gedir. Siz qərar verəcəksiniz, əziz tamaşaçılar. Bugün şoumuzda çox dəyərli dostumuz iştirak edir. Bu şounun vaxtı ikən çox maraqlı iştirakçısı, çox fərqli iştirakçısı və bu şouda hər zaman arzulanan həm iştirakçı qismində, həm əlbəttə qonaq qismində və eyni zamanda keçən dəfə, ondan öncəki dəfə artıq ənənəyə çevrildi onun hər gəlişi yeni bir mahnı, hər gəlişi yeni bir ifa, hər gəlişi yenilik. Azərbaycanımızın xalq artisti Faiq Ağayev bizimlə bərabərdir bu gecə. Xoş gördük əzizim, xoş gördük. Aha. Mən sənə ad gününü təbrik eləməyə gəlmişəm və iştirakçılara onu demək istəyirəm ki, çox maraqla qarşılanır bu oyun. Olduqca maraqla qarşılanır. Yeməyin bir-birinizi. Maşını alarsınız, sonra gedərsiniz yeyib içməyə bir yerdə. Murad, səni təbrik edirəm. Yenidən verilişin gündəmi zəbt etdi. Sənin ad günün mübarək. Səni bir dostum kimi təbrik edirəm. Azərbaycanın yeganə self-made, bəyaları İngilizcə dedin, bizim istehsalımız olan reality şousu Maşın Şoudur. Səni xalq artisti kimi təbrik edirəm və bizim sevimlimiz kimi təbrik edirəm. Faiq Ağayev, təşəkkür edirəm. Gəlin. Bugün sənin ad günüsün. Demək bu mahnı olmayacaq. Yox, bugün mahnı olmayacaq. O zaman Faiq Ağayevi biz böyük məmnuniyyətlə səbirlə gözləyirik. Yeni bir mahnısıyla mütləq bizi sevindirsin. Faiq Ağayev alqışlarınızla. Çox sağ olun dostlar, minnətdarım. Mən bu gecə ərzində bizim şoumuzu izləyən gözəl dostlarımız da bizimlə bərabərdir. Mən xatırladıram ki, bir elan edirdi neçə gün ərzində ki, bəs bizim bugün böyle bir konsert baş verir. Murad Boz, Türkiye'nin süperstarı, Bakıda Kongres Merkezi'nde konsert verir. Ve bu konsertin teşkilatçılarından biri Cəfər Axundzadə, Sinemazadə şirket. Bəli, Cəfər, xoş gördük. Ürəkdən şadam, sen buradasan.
mən bilirəm ki, Cəfərin də yeniliyi var. Sinema Plus İmazadə artıq böyük bir filmə start verib və bu filmdə hətta bir sir olaraq deyim, mən ümumiyyətlə çalışıram kinolarda iştirak edeyim. Yəni bu çox çətin bir işdir, amma bu filmdə mütləq özümə də bir balaca rol aldım. Qış nağılı. Salam, təbrik edirəm sən Murad. İlk növbədə, amma buna qayıdacağıq. Və bir də təşəkkür etmək istəyirəm ki, sən razılıq verdin və bizim filmimizdə Qış nağılında yer aldın. Of, Qış nağılı... Nə vaxt çıxır film? Film açan çıxır. Biraz geniş maştablı filmdir, bilirsən. Biz hətta burada zalın bəlkə də 80%-i zəbt eləyir. Bir tərqət kimi gəlmiş, yığışmışıq hamımız birimizin əlində tutma. Maşının ətrafında, o tərəfdən, bu tərəfdən. O zaman Cəfər də maraqlı bir hədiyyə ilə gəlib, mən bu hədiyyəni açıqlayacağım. Amma burada bir çox maraqlı bir insan da var və bugün bu şouda iştirak etməyi də mənim üçün maraqlıdır. Həmkarımız, televiziyaçı, Türkiyənin Kral TV kanalının program direktörü bizimlə birlikdə. Can Bey, xoş gördük sizi, necəsiniz? Merhaba, mutlu yıllar. Arkadaşlara da kolay gelsin. Azərbaycan biz əlbəttə ki, Türkiyə kanallarının, Türkiyə verilişlərini hər zaman izləyirik. Sizin izləmə imkanınız var mı? Yəni bu show haqqında məlumatınız var idi mi? Valla çok fazla yoktu ama buraya gelince herkesten duydum. Çok daha yakından takip edeceğim bundan sonra ama. Çox təşəkkür edirəm. Kral TV ilə də bizim dostluğumuz, əməkdaşımız başlayır və mən çox şadam ki, bizimlə bərabərsiniz. Çox sağ olun, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Əziz dostlar, və bu insanı mən Maşın Show'da çox istəyərdim görüm. Çox istəyərdim görüm və gördüm də nəhayət. Manaf Ağayev alqışlarınızla bizim gözəl ifaçımız, xoş gördük. Necəsiniz? Çox sağ olun, təşəkkür edirəm. Əvvəlcə mən də sizi təbrik edirəm və özümü çox xoşbəxt sayıram ki, bugün sizin ad günü mən bura dəvət olmuşam. Çox sağ olun. Manaf mənim, bir sualla müraciət edim. Bu sosial şəbəkələrdə bu tənqidlər deməyib, təhqirlər, konkret olaraq necə var deyib. Təhqirlərlə əlbəttə hər bir sənət insanı falan üzləşir. Əlbəttə, indi nədənsə bilmirəm, Mənsur elə bir bax bu təhqir eləyənin təmsilçisi kimi qələmə verilir, amma elə deyil. Mənsur fəal, gənc istifadəçilərin tərəfindən çıxış edir. Onların belə deyim də, vəkili kimi buradadır. Siz özünüz üzləşmişsiniz belə şeylərlə? Belə şeylərlə təbii ki, üzləşmişik, amma da bu dərəcədə yox. Mən həqiqətən şokdayım. Gələndən mənim ayağımdandır. Nədənsə elə mən gələn kimi dava başladı. Amma istəyərəm ki, mehriban olsunlar, biraz təmkinli olsunlar. Kimin tərəfindəsiz? Mən təbii ki, Sərxan mənim dostumdur. Sərxana dəstək olmağa gəlmişəm. İllərin dostudur. Yəni, mən 20 ildir ondan aləvi dostluq edirəm və fəxr edirəm ki, Sərxan kimi mənim bir dostum var. Çox sağ olun, minnətlərəm. Manaf Ağayev, dərin təşəkkürümüzü bildiririk. Xoş gəlmişsiniz. Əziz dostlar, qısaca olaraq bu Cəfər Axundzadə və Sinemazadə Qış nağılı filmi ilə bağlı deyilənə görə bir hədiyyə ilə gəliblər. Gəlin diqqət ekranlara baxaq, bu hədiyyə nə olan şeydir. Deyilənə görə sürprizdir. Gəlin baxaq. Murad, mənim məktəb yoldaşım, dostum, qardaşım, rəqs müəllimim. O vaxtı mən yaxınlaşdım sənə, əlimi çiynivə qoydum, dedim ki, sən böyüksən. Yaxınlaşdım, dedim sənə ki, Murad, inan mənə, səndə alınacaq, 100% alınacaq. Sən də inandın, filmi çəkdik, film artıq hazırdır. İndi baxırıq ki, alınmadı. Вот тут не гони лошадей. Вот тут не гони лошадей, вот тут без труда не гони лошадей. Oy. Bu şobada sən bu Novgorod Dubayda patladacaqsan. Sən məni tanıyırsan. Əlifsən? Nə? Əli. Əlifsən dözün. Ayağında tanımıram, belə tanımıram. Siz dəlisiniz burada. Səni zilsin uyğun edərəm. Anladın? Tamamilə razıyam, çox üzr istəyirəm. Öz adımdan və bütün çəkiliş qrupu adından sənə dərin təşəkkürümü bildirirəm. Hər zaman kimi yenə də yanımızda oldun. Öz iştirakınla sən bu filmin çəkisini artırdın. Səni ad günü münasibəti ilə təbrik edirəm. Ay uşaq, əlini yığışır maşından. Ay, bu sözü
koy biri. 50 yığışdır maşından. Ufra, acı da. Dur. Sənin də bir maşının var. Gah deyirsən əldə qoy, gah deyirsən götür. Maşındayıq xanımlar və cənablar. Axşamınız xeyir olsun bir daha. Mənsur Şərif, Sərxan Kərəmoğlu mübarizəsi. Bugün qarşı durma bu iki nəfər arasındadır. Nəydən başladıq günümüzü? Hərə bir tamaşaçı auditoriyasının, belə deyim də, səfiri kimi çıxış etdi. Mənsur Şərif bəllidir ki, internet auditoriyası tərəfdən, Sərxan Kərəmoğlu isə əziyyət çəkən televiziyada və mediada olan insanlar adından. Mübarizə nə olursa olsun, Mənsur Şərif deyir, qalıramsa, elədirmi Mənsur? Qalıramsa, çıxardıram Sərxan Kərəmoğlunu. Hədəf dəyişə bilərmi oyun ərzində? Dəyişənməz. Mən bura gəldiyim ilk gündən demişəm, hamınız da şahidsiniz. Mən gəldiyim gündən demişəm ki, mən açıq oynayacağım. Mən sizə və sizin tamaşaçınıza hörmətim var. Niyə? Çünki başdan deyim ki, qoy sonra mənə sizin tamaşaçınız deməsin ki, niyə onu dedim, sonra bunu vurdun. Qoy biz də hazır olardıq da. Mən istəyirəm başa-baş döyüşüm. Açıq oynayıram, açıqda oynayacağam. İndi qismət olsa, əgər qalsam inşallah axıra kimi oynayacağam. Yəni hamısı Bu məndə bu şey yoxdur da. Məndə hilə yoxdur. Mən əgər Samirdən qorxuramsa, mən niyə Ranarla oynayım? Mən Samirlə oynamaq istəyirəm, Samirlə axıra kimi oynayacağım. Qismət. Məndə torba tikmək yoxdur. Torba tikməyib. Bax bu çıxışıyla da bir daha başqa bir tərəfi özünə yönəltmək istəyir. Başqa bir tərəfə yönəltmək istəyir. Diqqətinizi çəkmək istəyirəm. Niyə görə? Çünki ilk gündə mənim şəkilim atıldı və mən tribunaya çıxdım. 1 saat yarım Oktay adlı adam, meyxana ustadı, gözəl şair, sənətinə sözüm yoxdur, adamlığı öz yerində. Bu saat yarım məni aldada bilər. Buna olar. Yarım saat mən aldada bilmərəm. Mənim Oktayı çıxartmağıma kiminsə iradı var idi bu günə qədər. Mənsur varıq idi iradı. Öz oyunun özün bilərsən, mən ona qarışamam. Yox. Mənim oyunda soruşuram səndən bir oyuncu kimi. İradın var idi. Oktay burada olsa cavab verərəm. Yox. Demək burada bilirsiniz nədir? Mən bir daha televiziya tamaşaçılarını bir daha deyirəm və üstündə dururam. Küçədə Wi-Fi axtarıb, internet üzərindən şəkilə baxıb tərbiyəsiz yorum yazanları nəzərə almıram. Televiziya tamaşaçılarını biz nə qədər internetimiz güclü olsa da, nə qədər biz mediamız, sosial şəbəkələrimiz, portallarımız güclü olsa da bizim televiziya mədəniyyətimiz çökməməlidir. Biz bunu qaldırmalıyıq və bugün çox gözəl, böyük bir şansdır Mənsur üçün ki, Mənsur ölkənin, Azərbaycanın bir nömrəli reality şousunda yer alıb və özünü televiziyadan göstərir. Bu onun üçün böyük bir şansdır. Mənsura demək istəyirəm ki, Mənsur, sən, xeyr, Mənsur, sən birinci gündən bugünə indi onu da istifadə edirsən və demək istəyirəm ki, sən burada çox gözəl, bilmirəm hansı formada deyim ki, mən sənin qəlbinə dəyməyim, mənim dilim acıdır, amma mənim ürəyim o deyil. Sən çox gözəl elə bir rolə girmişsən ki, bu dəqiqə hal-hazırda, mən bilmirəm, yəni sənə mən tövsiyə eləyərəm ki, sən gözəl bir teatrlarımıza aktyor olaraq get, aktyor kimi çalış. Mən sənə bunu arzu eləyirəm. Bəli, Səmra, buyur Səmra, buyur. Mən istəyirəm tamaşaçıların nəzərinə çatdırım ki, Mənsur hər hansı bir video ilə çıxıb, elə belə durduq yerdə məşhur olmayıb, o bunun diplomunu qazanıb, o bunun təhsilini alıb, yəni bunu nəzərə alaq, o da təhsil, aktyorluq, yəni təhsilini alıb. Səmra, sən niyə onun tərəfinə çıxdın ki, soruşma qayıb olmasın, mən sənə nəsə bir protip, nəsə bir xoşuna gəlməyən bir söz eləmişəm. Burada bizim aramızda yox, sən söz. Yox, indi açılsın mənim gülağzım. Açılsın mənim gülağzım. Açılsın. Açılsa yəni yaxşı olmaz. Niyə ki? Çox xahiş edirəm. Açılsın. Sustur, Mənsurun gücü. Açılsın. Mənsurun gücü, Mənsurun özü yetərlidir mübarizə aparmağa. Sənə ehtiyacı yoxdur. Sus, otur. Orada, yəni oturma ayaq ustadır. Mən... Xeyr, mən... Səmra, Səmra. Yox, mənə maraqlıdır ki, sizin ağzınız açılsa, siz mənə deyəcəksiniz.
Dur, durduğun yerdə. Mən elə durduğum yerdə durmuşam, Hədəf neçə yox. gündür burada Danışma. rahat durmuşam. Xahiş edirəm, balamsan danışma. Mən sizə nəsə pis bir söz danışdıq dedim. sözünü batırarsan. Yox, mən sizə pis bir söz dedim. Getməyə, da göydə uça-uça, sevinə-sevinə gedəcəm. Mən sizə pis bir söz dedim. Bu bir şey deyil. Mənsur mənə düşman deyil. Sadəcə olaraq Heç mən də sizə düşman Mənsur deyiləm. bir Siz də fənd mənə- işlətdi. Siz burada düşmançılıqdan niyə Ondan söhbət gedir? əldə Burada niyə eləməkdir. şəxsi Çünki şeylər Mənsurla açılır? mən də hər bir kəsdə o qədər gözəl münasibətdəyik ki biz hər birimiz burada. Bəli, mən bunu Sifətlər get-gedə təsdiqləyirəm. aşılır və biz pritsina nədir bizim dildə? Nə? Hə. Bəhanə tapa bilmirik. Sadəcə olaraq ki, bir bəhanə eləyək, bir-birimizi çıxardaq. Bax, söhbət Xeyr, budur. O qədər mehribanıq. Kim məndən bu günə qədər inciyib? Mən heç kimdən inciməmişəm. Çox üzr istəyirəm. Mən Mənsurdan Mən belə fikrimin yaxına kimi inciməmişəm. deyə bilmirəm ki, mənim sözüm kəsilir. Yox, ondan qabaq o təkrarçılıq eləməsin. Yox, Ondan qabaq mən dedim ki, onun təhsilini alıb. İncəsənət Universitetini bitirmiş bir aktyordur. Geçsin teatrlarda aktyor kimi işləsin. Mən onu tövsiyə edirəm onu. Sərxan bəy, onu mən inşallah özüm bilərəm, gedərəm, getmərəm. O mənim öz həyatımdır. Məndən sənə Mən bir dənə Olur biz Səmra danışdı. Səmra bir ilk dəfə... Yox, Səmra danışar, amma elə bir söz deyər ki, mən özümü kontroldan çıxardaram da. Ona görə deyirəm ki, Siz çalışın danışmasın. özünüzü nəzarət altından çıxardınız da. Ha. Səmra indi danışmasın siz olan yerdə. Danışsın. Səmra buyurun. Bu bizim mübarizəmiz. Mən sadəcə olaraq Bəli. gənc bir müğənni kimi Üzr istəyirəm, Sərxan, siz dediniz ki, mənim dəstəyimə heç kim gəlməsin. Siz dedinizmi ki, Mənsurun da dəstəyinə heç kim gəlməsin? Onu deyə bilməzsiniz axı, indi Mənsur özü bilər. Buyur, Səmra da çıxıb dəstəyinə. Buyurun, Səmra. mən burada tərəf saxlamaq kimi və yaxud da bizim heç kimlə burada aramızda problem yoxdur və doğrudan da bəlkə də ilk maşın şoudur ki, salam, ilk maşın şoudur ki, burada hər kəs çox mehribandır. Amma ki, mən istərəm ki, Mənsura dəstək olum. Çünki o gəncdir və o özünü burada göstərməlidir və insanlar onu tək video rolikdən deyil, insan olaraq da necə gözəl xüsusiyyətlərə sahibdir, onu görməlidirlər. Onu bir dənə sən tək bilsən də, biz bilmirik yaxın. Səmra, o zaman mənə elə gəlir ki, bu dəqiqə Sərxanın bir sözündə həqiqət var ki, siz o ifadələr deməklə bu dəqiqə Mənsura dəstək olmursunuz. Biz Mənsur haqqında, ya Talih haqqında və ya Sərxan haqqında veriliş çəkmirik burada. Bilirəm. Və burada qalmaqla Mənsur Şərif özünü göstərə bilməyəcək iştirakçılara, ya tamaşaçılara. Burada qalmaqla öz dözümünü nümayiş etdirir. Yəni bu qalmaqla qoy qalsın, oyun göstərsin. Yox, o deyil. Yox, bir dəqiqə. Gəlin nəçələr baxın. İndi gedib qalmağınızı Mənsur Şərifə bu dəqiqə dəstəyə ehtiyacı var. Diqqət ekranlara. Nəçələr bu dəqiqə belədir. 72,59% səs verən tamaşaçı qalsın deyir. Səslər azalır, amma yenə də möhkəm diyanın, möhkəm necə ki Holcim, dünya sement istehsalında lider olan bir şirkətdir. Sementi möhkəmdir və bunun şahidi. Holcim Azərbaycan Sement Zavodu böyük beynəlxalq təcrübəyə malik olan Lafarge Holcim qrupunun bir üzvü olaraq müştərilərini yüksək keyfiyyətli sement və tikinti materialları ilə təmin etmək üçün daim beynəlxalq təcrübədən istifadə edir. Bəli, Holcim Azərbaycan beynəlxalq təcrübəyə malikdir və tikinti sahəsində daha innovativ məhsullarla xalqımızın xidmətinə göstərməkdə bu xalqımıza xidmət göstərməkdən böyük bir qürur hissi duyur. Holcim'in hər növ tətbiq sahəsində uyğun, yüksək keyfiyyətli məhsulları ilə tikirləriniz daha möhkəm və uzun ömürlü olacaq. Holcim, sement istehsalında dünya lideri. Əziz dostlar, biz dünən artıq elan etdik ki, bugündən artıq hamı LCY22 mağazalarındaydı. Çünki LCY22'nin bütün mağazalarında maşın şoya özel olarak 50%'dek indirim var. LCY22 tekstil sayesinde bir dünya brandidir. Hamı tanıyır, hamı bilir ve inanılmaz sərfəli qiymətlə qarşınıza gəlir. LCY22 xüsusilə də bax bu yeni geyimlərlə ailəniz üçün, doğmalarınız üçün, yaxınlarınız üçün gözəl bir geyimlər almaq istəyirsinizsə, ekoloji testdən keçmiş, ISO sertifikatlı, o zaman LCY22 sizin ünvanınızdır. Heç bir insan faktoru olmadan da avtomatik sistem üzərində müasir texnologiya vasitəsilə endirimlər var. LCY22 yaxşı geyinmək hər kəsin haqqıdır deyir. Əziz dostlar, mən istərdim ki, burada bir qonağımız da var, artıq tanıdığımız bir Sima Çələbi var. Paktad adından mən bildiyimə görə bir hədiyyə ilə də gəlib. Buyurun.
Çox sağ olun Murad müəllim, təşəkkür edirəm. Bəli, bugün M Group Production-un bu gözəl layihəni bizə təqdim edən və bunun kimi bir çox audio-vizual möcüzələri bizə təqdim edən M Group-un doğum günüdür. Təbrik edirik. Bəli, təkcə doğum günü, bizim yubiley ilimizdir, belə deyir. Bəli, yubileyiniz mübarək, təbrik edirik və paketad olaraq sizə bu özəl, eksklüziv bir hədiyyəmizi təqdim eləmək istəyirik. İstədiyiniz gün, istədiyiniz insanlarla oraya yaxınlaşıb bir doğum günü partisini bizdən hədiyyə olaraq qəbul eləməyinizi xahiş edirik. Bu bizim sizə sürprizimizdir. Həmçinin bizi izləyən tamaşaçılara da bizim sürprizimiz var. Belə ki, yeni il öncəsi, Dünya Azərbaycanlılarının Həmrəylik günü öncəsi, güman ki, hər kəs oturur və düşünür ki, yeni illik kiminlə, harda və necə qeyd eləsin. Bunu da paketad düşünüb. Belə ki, banket paketimiz hazırlanıb ki, siz də ailəvi istirahət üçün oraya yaxınlaşa bilərsiniz. Ünvanlarımızı bir daha xatırladaq. Ünvanlarımız Rəhimov Odlar Yurdu Universitetinin yanında, Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığı bu böyük restoranlarımızdandır. Həmçinin Targovuda Nizami küçəsinə yaxınlaşa bilərsiniz. Həmçinin şəhərimizin ən böyük mollarında da bizim fast food filiallarımız fəaliyyət göstərir. Buyurun, qonağımız olun. Teşekkürler Əzim. Çok sağ olun. Paktat, minnettarıq bu değerli hediyeye göre Sibel, minnettarıq ki bizimle berabersiniz. Biz mutlaka şovunun sonunda gelip bunu sizden alacağım. Teşekkür ederim. Paktat, minnettarıq. Yaxşı, yaxşı. Maşın reality şovusunda bugün baş veren hadise Serhan bir açıklama verdi. Ben fikirləşirəm ki bunun arkasında bir məntiq var. Mənsur Şərif bugün buraya çıktı ve Serhan'a karşı çıxış edir. Dünən nə baş verdisə, Mənsur Şərif əlbəttə öz kısa bir sözünü dedi. O cavab olarak dünən dedi. Bəli, əlini qaldırmışdı. Kəlməni dedi və bu ilə də bitdi. Gecədən bəri bu məsələ müzakirə olunmurdu. Amma nədənsə kimi üçünsə növbəti addım atmaq üçün bu hadisə kifayət qədər təmin olundu, yəni rezonans doğurdu ki kimsə çıxmanda deyəndə güclü bir tərəf çıxmalıdır. Biz aydındır ki Nazilə Səfərli, Sərxan Kərəmoğlu bunlar bir tərəfdir. Yəni ola bilsin qruplaşma olmasalar mövqeyləri birdir. Hətta hamı tərəfdən bu ikisi artıq bir cütlük kimi qəbul olunur. Bir tərəf kimi. Talih Yüzbəyev də internetdəndir. Onu dünən bu söz qıcıqlandırdı, yoxsa yox? Yəni təsir elədi əlbəttə ki. Yəni sırf o hissəsi ki Wi-Fi ilə qoşulub, yəni orası amma tərbiyəsizlər bizim özümüz hamıdan çox söylürük orada. Yəni video paylaşsan fikirlər müxtəlifdir. Kimsə tərifləyəndə kimsə tənqid edir, kimsə... O zaman Sərxanı başa düşürsən dediklər. Təhqirlərini əlbəttə başa düşürük. Təhqir eləyənlər təsir edir ona. Amma yəni sırf hamıya, yəni bütün internet... Sərxan qayət dedi ki, mən hamıya aid eləmirəm. Yəni sırf o internet kafedə qabağında... Bəli. Diqqət. Demək, Talih Yüzbəyev də dünən buradaydı və Sərxanın kəlməsini o da eşitdi, amma bir reaksiya vermədi. Düşündü. Gecə heç kim bu barədə də danışmadı. Səhər açıldı, yenə gəldilər, getdilər, gəzdlərində süjet gedəcək. Nurgün Motorsa gedib bizim uşaqlar, orada bərabər olublar. Heç kim bu barədə danışmadı. Gecə nədənsə, şoya az qalmış, Mənsur Şərif çıxır ortaya, deyir ki, mən Sərxan Kərəmoğlu'nu çıxardırım və filan səbəbdən. Mən minəndə, ikinci sırada Mənsur oturmuşdu. Gəldim ki, kefsiz oturubdu. Səmranla aralarında həmişə gözəl münasibət idi. Nəsə bugün araları bir balaca, biraz soyuq idi. Dedim, Mənsur, sənə belə kefsizlik yaraşmır. Dedim, onsuz da dedim, sən niyə belə kefsiz oturmuşsan? Mənə dedim, bu gecə dedim, daha nə var söyüblər, mən nə demişəm, nə anlayıblar. Belə elə bir şey elədi də, oturdu da. Başqa bir söz dedin sən mənə. Dedim ki, mən sənə belə kefsiz durmaq yaraşmır, qardaş, üzün gülsün. Niyə belə kefsizsən? Başqa bir söz... Yox, axı, mən bunu açmışam da, söhbəti sənə açmışam. Niyə demirdin bəs onda? Avtobusda bir dənə kəlmə deyeydin də mənə. Deyeydin ki, Sərxan, yaşda məndən böyük ola bilərsən, amma səhv etməyən bir Allahdır. Biz bəndələrik, biz hər dəfə səhv eləyə gedirik. Deyeydin də, niyə demirdin? Nə sual verdin mən qurban onu? Nə sual verdin? Hansı sualdır bu? Artistlik eləmir, nə sual verdin sənə? Yox, sual vermişəm. Nə çalışdı, bir dəqiqə.
Nəyə el çalırsınız ey siz? Camaat el çalır. Şərab şərab nəyə el çalırsınız? Nəticə bu dəqiqə. Bu mübarizənin bu dəqiqə nəticəsi belədir. 38,89% səs verən tamaşaçı bu dəqiqə qalsın deyir. Mənsur, məncə etiraflara və konkret addımlara, nitqlərə, strateji açıqlamalara ehtiyac var. Sərxan, mən başa düşürəm, burada bir aparıcı ola bilər, yəni ikimiz aparmırıq, çox xahiş edirəm. Mən nəysə, mən də düzdür, özümə görə nəsə əziyyətlər olub, belə olub, o öz yerində. Onların hamısı şahid mənim sosial şəbəkədə izləyicilərim olub. Uğurum da onların gözünün qabağında olub, məğlubiyyətim də onların gözünün qabağında olub. Məğlub olanda mənə təsəlli veriblər, uğur qazanda da mənə alqışlayıblar. Yəni mənə burada yaraşmaz durum nəyisə əsaslandırım əlimdə ki, mən filan əziyyətlər çəkmişəm, filan əziyyətlər çəkmişəm. Əlbəttə, yəni hamımız əziyyətlə gəlmişik də, yəni belə yəni hava yerdən əlimizə heç nə əldə eləməmişik. Başqa, mən yenə deyirəm, mən sadəcə gəldiyim gündən də başdan demişdim ki, mən açıq oyun oynayacağam. Mən üzbəyüz dalaşmaq istəyirəm, döyüşmək istəyirəm. Yəni mən kimisə adından istifadə edib, kimisə sağ-sol söhbət eləmirəm mən. Təkəm, tək oynayıram. İstifadə də Mən əksinə fikirləşirəm. Bilmirəm, siz deyinci mən əksinə fikirləşirəm. Mən bir sizdən fikirləşirəm. Mən fikirləşirəm ki, Nərgiz Əliyeva, Mina, yadıma düşənləri deyirəm. Mina, Nərgiz Əliyeva, Aysel Nazim və yox. Bu qədər. Bir də əlbəttə dünənki hadisə. Aydan. Bu insanlar hazırlaşıb çıxıblar. Yəni, bunları hazırlayıb veriblər qabağa. Bu insanlar sona qədər öz ixtiyarından çıxmayıblar. Və Mənsur Şərifin də bugün buraya çıxmağı mənə elə gəlir ki, öz fikri tək öz fikri nəticəsində deyil. Müzakirə olunmuş şəkildə. Ona görə ki, bu mövzu qalxacaqdısa və hamı bilirdi ki, Sərxan Kərəmoğlu nitq qabiliyyəti deməyi çox güclüdür. Sözü çox itidir. Onunla hər kəs belə bacarmaz. Yəni, əsəbi falan öz yerində, bu da bir, mənə elə gəlir ki, müəyyən dərəcədə bir, bəli, mənə elə gəlir ki, bir tamaşa da var ki, psixoloji təsir göstərir artıq Sərxan Kərəmoğlu. Gəlin, açıq etiraf edək, psixoloji təsirdə, bu səs ucaltma falan, indi mən belə qiymətlə, bu subyektiv rəyimdir, bu sizə aid deyil. Amma Mənsur Şərifi bura çıxartmaq üçün, bu mövzuyla Sərxan Kərəmoğluya qarşı çıxmaq üçün gərək digər bir adam çıxaydı. Daha sözü iti və təcrübəsi olan bir adam çıxaydı. Mən belə düşünürəm. Bu mənim subyektiv rəyim. Siz bundan razı olmayın da bilir. Amma mənə elə gəlir ki, Mənsur Şərifin bura çıxmağı da bir növ Mənsur Şərifi belə də qurban verməkdir və ya əksinə alınmasa heç kimə istənməyəcək. Ona görə ki, mən ciddi bir dəstək görmürəm. Mənsur Şərifə ciddi bir dəstək görmürəm. İştirakçılar nə dəstək verə bilər? Yəni, çıxıb buradan səs verə bilməzlər. Amma hansısa bir kontrargumentlə çıxıb nəsə deyə bilmirlər. Neysə. Mən üzr istəyirəm Sərxan. Mən şounun sonuna çox az vaxt qalıb və hər zaman olduğu kimi məhz Greenwich sayəsində saatlarımız da köklürük, biz saatlarımızı onunla tənzimləyirik. Hamımızın qolunda bir Greenwich saatidir. Bugün Sərxanın da qolunda 3 və ya 6 saatdir, bəli. Mənsurun da hamı vaxta baxır. Vaxt çox azdır. Sizin də vaxtınız az, əziz dostlar. Saat.az internet səhifəsi ixtiyarınızdadır. Greenwich'in dükanlarında gedin. Yeni il qabağı dostlarınıza, yaxınlarınıza və ya özünüzə bir hədiyyə almaq istəyirsinizsə gözəl əlverişli şərtlər var. O qiymət heç bir faiz əlavə olunmadan, heç bir əlavə arayış ehtiyac deyil. Siz gəlib istənilən saatı seçə bilərsiniz və bu saatin məbləğini, dəyərini 3 və 6 ay ərzində rahat hissə ödəyə bilərsiniz. Təşəkkür edirəm. 2 il beynəlxalq zəmanəti olan Greenwich saatları yeni kolleksiyalarıyla size karşınıza gelir. Michael Kors, Emporio Armani, Tommy Hilfiger ve bundan 20'den çok dünya brendi. Hamısı Greenwich'te, biz hamisha saatlerimizi Greenwich'ten alırız. Reklamlar ATV telekanalında, sonra bizden ayrılmayın, gaydın bize.
Natiq Şirinov və Natiq Ritm qrupu, əziz dostlar, Azərbaycan mədəniyyətində xüsusi rəmzdilər. Bu uşaqlar bir ölçüdülər. Bu insan, bu gözəl qardaşımız, əziz insan, Natiq Şirinov, bizim dostumuz, qardaşımız, uzun illər ərzində Çin-Çinə çalışdığımız bütün dövlət tədbirlərində, xaricdə, hər yerdə, bütün Azərbaycanda böyük, ən nəhəng tədbirlər, bax bu uşaqların, bax bu ritmlər olmadan başlaya bilməz. Natiq, ben minnettarım ki bugün vaxt tapıp maşın reality şovusu büyük bir medya hadisədir. Bütün televiziyada izlənir və mən çox şadam, sevinirəm ki bugün vaxt tapıp əziz dostum, qardaşım və onun değerli komandası bizimle birliktedir. Hey! Natiq, elə anda gəldin, elə gözəl gündə gəldin ki burada həqiqətən çox böyük bir gərginlik var. Hal-hazırda Sərxan Kərəmoğlu, Mənsur Şərif gərginliyi var. Amma bax bu ritmlər hər zaman bizim həmrəyliyimizin, vəhdədin, bir yallının, digərinin əlini sıxan, bax bu böyük bir vahid, təm bir rəqsin rəmzidir, onun ritmləridir. Qarşıda bizi gözəl bayramlar gözləyir. Azərbaycan, dünya Azərbaycanlıların həmrəyliyi günü gözləyir və mən çox minnətdarım gəlişinə görə əzim. Təşəkkür edirəm. Və mən çox istərdim ki, hər zaman, nə vaxtsa, hardasa Azərbaycan adı gələndə, bayrağımız ucalanda, nəs bax bu səslər gəlsin. Natiq Ritm qrupu, Natiq Şirinov. Təşəkkürlər. Təşəkkür edirəm. Mən sizi, bütün xalqımızı salamlayıram. Burada oturan tamaşaçıları və bu oyunda yarışan bizim əzizlərimizi. Allah sizi var eləsin. Murad, ən birinci mənə dəstək olan insanlardansın. Və Muradı alqışlayaq. Bu 20 ilin söhbətidir. Bu bəlkə də çox. Allah səni var eləsin. Mən buraya gəlməyə bilməzdim. Çünki bugün mən bilirəm ki, sizin şirkətin 15 illiyidir. Bir alqışlar gəlsin. Allah bunu uzun ömür eləsin. Sən bundan da artığına layiqsən. Həqiqətən biri var, kiminsə nəsə elədiyini eləmək, biri də var özünün yaradıcılığın. Bir alqışlar gəlsin ona. Bu həqiqətən, necə deyək, dünyada olmayan bir şodur. Bunu siz ilk təməlini və ideyasını eləyən insansınız. Ona görə mən çox şadam və səni öpürəm, bağrıma basıram. İnşallah bu yaxınlarda da 40 yaşın olur, 1000 yaşa. Muradı alqışlayalım. Öpürəm, bağrıma basıram Murad qardaşım yaşına. Çox sağ ol, əziz dostum, qardaşım. Mən xatırladım ki, biz sevindirici bir hal var ki, Natiq özü maşının ətrafında dayanmayıb. Onun bir zərbəsiz maşını əsiləcəkdi, 100%. Natiq Şirinov, alqışlarla dostlar, minnəttarıq gəlişinə görə. Alqışlarınızla. Çox sağ olun, xoş gəliblər. Və biz sevgiyle bir Tap Baturup'la geldiler ki Tap Baturup'la tamaşalar. Yola sanıp biz seyirci gibi, tamaşaçı gibi sıralarda yer alacaklar, minnettarıq. Nəticələr bu dəqiqə hamından gərgin burada Mənsur Şərifdir. Deyir bu səs-küy falan peşməkəl, nəticələr Mənsur Şərif qalır gedir. Necədir vəziyyət? Diqqət ekranlara. Bu dəqiqə səs vermənin gedişat 25,54% səslə. Qalsın deyənlərin səs faizi azdır. 74,46 bu dəqiqə səslənə bilərsən sən bizə baxan tamaşaçılara. Mənsur Şərif, səslən və öz ürək sözlərini bildir. Mən sadəcə bayaq özümdə bilmədən hər şeyə biraz hissi cavab verdim. Səs tonumu qaldırdım. Sadəcə burada əyləşən və izləyən tamaşaçılardan, böyüklərdən, kiçiklərdən üzr istəyirəm. O öz yerində. Yenə də deyirəm, əziz Instagram izləyicilərim, mən ancaq məni çünki o kütlə tanıyır, başqa məni heç kim tanımır. Məni bura göndərdiniz, mən buradan çıxmaq istəyirəm, amma maşından çıxmaq istəyirəm. Gözləyirəm inşallah. Başqa da istəyirəm. Mənsur Şərif, çox rahat, çox əziz, çox gözəl bir dostdur, bəli. Bəli, bir dəqiqə, Ramin bayram. Sən soram deyərsən sözü, çox xahiş eləm incimə günə. Mənsun şəklini çıxardanlardan biri mənəm, çünki biz bu fikirləşirdik ki, Sərxanı kənarlaşdıraq və buna görə 10-15 dəqiqənin içində möcüzə yarada bilən xalqımdan xahiş eləyirəm, Mənsurun qalsına səs versinlər. Açıq-aşkar deyir ki, biz bunu elədik.
Ramin, mən buna gətirəm fikrimi. Axı siz bilirdiniz ki, Sərxana qarşı bir sərt, təcrübəli, sözü kəsərli bir insan çıxmalı. Niyə özün çıxmadın onda Ramin? Niyə Ramin? Onu yalnız Mənsur eləyə bilərdi. Çünki Ramil çıxıb, orada o mənim belə çox üzr bilmirəm də, yəni ki, ola bilsin səhv idi, amma səhv deyil. Yəni mənim səhv başına düşülən o zəif bir anımı yalnız Mənsur istifadə eləyə bilərdi, Ramil yox. Budur, bir dəqiqə, dəya. Mənsurun dilindən daha təsirli çıxır bu söz. Aydındır, amma siz Mənsuru qabağa verəndə, siz axı siz deyəndə Ramil Nabran və ola bilsin bir digəri hansı ki bilir mən kimə ünvanlanıram, amma danışmır. Ramil getməliydi. Niyə? Hara? Bugün mən çıxmalıydım və Ramilə bay deməliydim, ged oppalara deməliydim. Sadəcə o, xeyr, əgər elə qardaş, demirsən yarışmadı bu. Yarışmadı, əldə kimsə kimi çıxmadı. Mənsə deyirəm sənə. Niyə çıxmadı? Yox, çıxmadım çünki mən sənə qıymadım. Mənə çıxardarsan. Mansura slava lazımdır, Mansurun maşına ehtiyacı yoxdur. Amma sənə maşın lazımdır. Samirə maşın lazımdır. Səsini qaldırma. Mən çıxartmalıydım. Bugün iştirakçılarımızla beraber biz Nurgün Motors'un qonaqlarıydıq. Gəlin oradan hazırlanan sürücüyə baxaq. Nissan'la daha yaxından tanış olduq. Diqqət ekranlara. Bildiyiniz kimi 17-ci sürətdir ki, Nurgün Motors maşın şou ilə birlikdə əməkdaşlıq edir. Artıq Nissan markasını əldə etmək daha rahat və sərfəlidir. İndi 5500 manat ilkin ödəniş ödəməklə Nissan avtomobilini əldə edə bilərsiniz. Qeyd edim ki, Nurgün Motorsdan alınan hər bir avtomobilə 5 il və ya 155 min kilometr rəsmi zəmanət verilir. Hər kəsi Nurgün Motorsa gözləyirik. Hanımlar ve canımlar, biz deyəndə ki, narçılar daha çoxuna layiqdir, inanmırsınız. Həqiqətən belədir dostlar. Bizim qarşımızda bax belə bir cihaz var. Bu cihaz Wi-Fi router'dır. Deyək ki, siz harasa gedirsiniz. Harasa gəldiniz, çıxdınız. Deyirsiniz ki, ay vallahi bak burada internet məsələsi ay yadımızdan çıxdı. İndiki telefonlar hamısı internet vasitəsilə 2 kat, 3 kat bizə xeyirlidir. Düzdürmü? Gəlirsiniz deyirsiniz ki, internet var yoxdur. Heç bir şey lazım deyil. Bax belə bir Wi-Fi router alırsınız. Bunun üçün yalnız və yalnız sizə bir enerji mənbəyi lazımdır. Enerji mənbəyi lazımdır ki, o dilləri bizim dildə deyirlər, toka qoşmaq. Vəssalam. Bax bunu qoşdunuz, bundan sonra 8-9 nəfər insan rahat istifadə edə bilər özdə narın 4G sürətindən. Hətta ondan başqa həm mobildə digər tərəfdən insanlar indi evlər təmirlərini bitiriblər. Təzədən ev üzərində, divarlarda naqilləri keçirmək falan çox çətin məsələdir. Adam düşünür ki, bunu mən əvvəlcədən bilməliydim falan. Elə bir problem yoxdur. Narın Wi-Fi router'ı aldınız, istifadə edirsiniz. Bir enerjiyə qoşdunuz, vəssalam. Evdə internet də var. Hətta istəsəz, nə bilim, digər internet xidmətlərindən də faydalana bilərsiniz. Bu nar
imkan verir. Ona göre deyir ki, siz daha çoxuna layiqsiniz, rahat olun. Buna göre o qədər əziyyət çəkməyin. Nar sizə çox rahat və gözəl imkanlar yaradır. Minnətdarıq Nara və xatırladıram ki, bütün ətraflı məlumat üçün 777 nömrəsində zəng vurun, sizə bu dəqiqədə cavab verən olacaq. Mən isə xatırladıram ki, bizim maşınla yanaşı iştirakçılarımızdan biri, şoun iştirakçılarından biri Nurgün Motors'tan 1 ton benzin kazanır. 1 ton benzin. Bu fürsəti onlara Nurgün Motors yaradır. 1 ton benzin kimi qazanacağı siz müəyyən edirsiniz, əziz tamaşaçılar. Beləliklə, ilk olaraq Nurgün Motors'un səhifəsini bəyənirsiniz. Facebook, Instagram səhifələrini. Sonra bu səhifədə dəstək olmaq istədiyiniz iştirakçının fotosunu bəyənirsiniz və şərh bildirirsiniz. Ən çox like deyirlər də, ən çox rəğbət qazanan iştirakçı 1 ton benzin qazanacaq, iştirakçıdan söhbət gedir. Həmin iştirakçının fotosuna komment bildirən izləyicilərin arasında da təsadüfi yolla qalib olan şəxs Nurgün Motors'tan dəyərli hədiyyə qazanacaq. Geri gəlmişkən, mən xatırladım ki, hər zaman olduğu kimi, bax belə bir avtomobildir bizim uduşumuzda. Bu Nurgün Motors'un bizə təqdim etdiyi Nissan Kicks, bax onun üzərində gedir mübarizə. Mənsur Şərif və ya Sərxan Kərəmoğlu. Bu iki nəfərdən biri, bugün ən azı biri şounu tərk edəcək. Mənsur Şərifin axırıncı göstəricilərə görə var nəticələr, var mı? Yoxdur, artıq son nəticələr göstəriləcək. Axırda səslər o qədər də yüksək deyildi o zaman. Nəzərə alın dostlar və səs verən tamaşaçılar. Mən fürsətdən istifadə edib, bax buradan Bridge Group of Companies tərkibində daxil olan Xəzər dəniz sahilində yerləşən Bakıda ilk apartment formasında inşa edilən Homebridge Hotel Apartmentsə 2016-cı ildən fəaliyyət göstərən bu otel apartmentsə unikal mimarlığı ilə seçilən bu otelə dərin təşəkkürümü bildirəm. 65 ədəd eyni adda studiyo otaqlardan ibarətdir. Çox gözəl bir məkandır. Açıq havuzu var, saunası var, spa xidmətləri, fitness klublar xidmətləri, otel istənilən növ korporativ tədbirlərə və biznes görüşlər üçün sahiblik edə bilər. Uzun sürən hər hansı bir iş oldusa, qonaqlarınız varsa, rahatlıqla onları ora göndərin. Biz artıq bütün şou ərzində mən və iştirakçılar hamımız orada qalır. Və təşəkkür edirəm. Homebridge bax belə bir gözəl hədiyyə ilə çıxış etdi mənim ad günümə. Minnətdarıq dostlar. Çox sağ olun. İmkan verməyəcəklər ki, insan rahat arıqlasın. Hamı, mən bunu iştirakçılara verəcəm. Mən iştirakçılara verəcəm bu tortu, rahat bugün yiyək. Çox sağ olun dostlar. Bəli. Mən reklama ayrılır, xatırladırıq ki, indi musiqili nömrələr oldu, qonaqlarımız oldu deyə səs vermək biraz uzadılır da ki, rahat olsun və hamı səs verə bilsin. Dostlar, bəli, redaktor və prodüserlər qərar versinlər, bu dəqiqə nəticələri göstərir, yoxsa yox, xahiş edirəm. Əziz dostlar, reklamlara ayrılaq, dərhal sonra qaydımıza Mənsur Şərif və ya Sərxan Kərəmoğlu bugün qərarlaşacaq. Bəli, maşının dəqiqələr qalıb ki, Greenwich saatlarımıza baxıb dəqiqələr qalıb şounun sonuna. Mən xatırladıram ki, Greenwich'dən sabah bir görüş olacaq. Bəli, saat 1-də Port Baku, Park Bulvar üzr istəyirəm. Park Bulvar ticarət mərkəzində düz saat 1-də hamımız iştirakçılarla orada olacaq. Gəlin bizimlə görüşək. Greenwich Park Bulvarda. Əziz dostlar, xatırladıram ki, şounu bugün kimsə tərk edəcək. Tanınmış simalar, məşhur insanlar üçün bu xüsusi bir fürsətdir. Rabitə Bank tərəfdən 25 il Azərbaycanda bank sektorunda adını deyən Rabitə Bank çox gözəl bir fürsətdir onlar üçün. Bax, belə bizim tanınmışlar üçün Rabitə Bankdan Priority Pass və belə bir kart var, Black Edition paketi var ki, Rabitə Bank bunu hər çıxan iştirakçıya fürsət yaradır, deyir və Rabitə Bankın bu xidmətindən faydalanın. Bu kart sahiblərinə dünyanın mindən çox hava limanında VIP zallarına keçid, Mastercard, konsiyerj xidmətləri və digərləri
bütün bu sərfəli imkanlar hamısı məhz belə bir kartın sahiblərində. Mən şadam ki, bugün bizimlə bərabər şoumuzda kameralardan xahiş edirəm göstərsinlər. Bugün şoumuzun qonağı çox dəyərli insan, əziz dostumuz. Rabitə Bank İdarə Heyətinin sədr mavini cənab Orxan Gültəkin. Orxan bəy, xoş gördük sizi və şadıq ki, bizimlə bərabərsiz. Təşəkkür edirik, çox sağ olun, xoş gördük. Və bu arada Maşın Reality Showusu həqiqətən də böyük bir marağa səbəbdir. Səs vermə də gedir, artıq yenə dediyim kimi dəqiqələr qalıb, çox az vaxt qalıb. Mənsur Şərif dəstəyinizə ehtiyac duyur bu dəqiqə. Mənsur Şərif qalacaqsa dediyinə görə Sərxan Kərəmoğlu. Bu dəqiqə Sərxan Kərəmoğlu adından, namizədliyindən səni çəkindirən bir fakt baş verdi mi? Yəni sona qədər Mənsur Şərifdir mi? Düz istəyirəm, Mənsur. Sərxan Kərəmoğludur mu? Əgər mən fikrimi dəyişdirsəm, mən heç bu oyunda oynamaram. Nə dedimsə odur. Mən hesab edirəm ki, əzizim, qəbahət deyil burada. Mən özüm iştirakçı olsaydım, nəticələrdən asılı başa düşəcəkdim. Mənim rəyim doğrudur, yoxsa yox? Bugün Mənsur Şərif, Sərxan Kərəmoğlu Mənsur Şərif şəxsiyyəti, Sərxan Kərəmoğlu şəxsiyyətini uduzmur ha. Bugün Maşın Reality Showusunun kimsə qalmaqal şovusu adlanır. Amma mən hamımız bugün də onun şahidiyik ki, burada strateji addımlar atmaq lazımdır. Burada bir faktlar göstərmək lazımdır. Burada insan öz mövqeyini burada bərkidir. Yalnız o halda ki, qışqırmır, əllərini uzatmır. Sadəcə elə bir söz deyir, elə bir kəlmə deyir ki, o bütün zalın alqışlarına və tamaşaçıların səslərinə səbəbdir. Bu mövqey yarışmasıdır. Bu nitq qabiliyyəti yarışmasıdır. Və düşüncə yarışmasıdır. Mən elə gəl ki, bu dəqiqə nitq qabiliyyəti itibarilə, ola bilsə yenə deyirəm, kiminsə xoşuna gəlir, kiminsə xoşuna, amma argument itibarilə Sərxan Kərəmoğlu daha sərt, eşidilir, belə deyil. Mənsur bunun qarşısında bir şey çıxarmır, deyir ki, bəli, bir fakt var idi, yalnız o fakt üzərində. Amma və özü də deyir ki, mən faktla da razıyam ki, Sərxan onu nəzərdə tutmamışdı sona qədər. Yəni, pis niyyətli bir fikir deyildi. Düşünün nəticədə nə baş verir. Mənsur Şərif buradadır, əlində silahı sona qədər təsdiqlənməyən bir faktdır. Sərxan Kərəmoğlu belə demişdi, mən ona görə çıxmışam onun. Mən onun açıqlamasını verdim axı, dedim axı, mən onu deyirəm, bəlkə də o məndə. Mən çox xəşib, diqqətlə baxın, bax, bizim, bax, bu hissəyə, diqqətlə bax. Mən dedim, mən Sərxan özə çıxışda da belə dedim. Dedim, Sərxan bəy, mənim üçün güclü figursuz. Mən də güclü figur vurmaq istəyirəm. Amma öz mövqeyini güclü figur üzərində qurmursan, Mənsur. Bugünün bütün, bax, bu gecənin əsas xətti, dramaturji xətti, belə deyim, üz üstəmdə, indi bu ifadə biraz böyük ifadə, dramaturji, amma belə deyim də, bugünkü günün, gündəmin, nəbzi nəyin üzərindədir ki, Sərxan Kərəmoğlu dünən dedi ki, internet istifadəçiləri, belə deyim, zəifdir. Təsissiz insanlardır. Bəli, mənə elə gəlir ki, Sərxan Kərəmoğluya qarşı Mənsur Şərifi çıxardan insanlar Dünən uşaqlara hamısa dedim ki, mənə şaşırmaqdan xahiş edirəm. Mən istəyirəm ki, böyük figuruna üzbəüz gəlim. Görüm o deyirlər, mənəm qrup rəhbəri, sinəsən vururlar. Mən onlarla üzbəüz gəlmək istəyirəm. Atam, bugünə qədər demişəm sənə qrup rəhbəri ya. Biri sənsən, biri başqasıdır, biri... Qalsam, hamımızı bir çıxaracam oyundan. Mən söz verəm onu. Allah sənə güc versin, qaqaş. Allah sənə güc versin. Amma gün başqa cür başladı. Bugünkü gün mehribançılıqla başladı. Sevgi ilə başladı. Bir flirtlə başladı. Bir himcivlə başladı. Bir hərəkətlə başladı. İdmanla başladı. Pilates, Baku Pilates mərkəzinin mütəxəssisləri bizimlə bərabər idi. Gəlin, baxaq diqqətlə. Salamlayıram sizi əziz iştirakçılar. Necəsiz bugün? Əla! Ümid edirəm ki, daha yaxşı olarsınız. Bir günləri təkrar reformer üzərində məşqimiz olacaq və qeyd etmək istəyirəm ki, Baku Pilates mərkəzində sadəcə reformer yox və
Trapez Stable, Chair və Barrow və s. kimi trenajorlar var və bütün bu trenajorlar Amerikada istehsal olunur Balanced Body tərəfindən. Oldu məşqimizi başlayaq. Kim gəlmək istəyir? Buyurun. Çox sağ olun. Sağ olun. Düşbərəni bükmüşəm. Alqışla. İsti suya tökmüşəm. Alqışla. Bir həftədir gəlmişəm. Alqışla. Yaman üzlər görmüşəm. Alqışla. Oktay udmadı getdi. Alqışla. Aydan Zertva döndü. Alqışla. Sərxan yaman yorulub. Alqışla. Yola salaq getsin. Alqışla. İnşallah. Maşında qalasıyam. Alqışla. Çempion olasıyam. Alqışla. Aydanın qisasını. Alqışla. Hamıdan alasıyam. Alqışla. Sərxana şokolad verin. Alqışla. Davleniyası 190 olsun. Alqışla. Mənsura əsəb verin. Alqışla. 50 götürüb getsin. Alqışla. Sandıq üstə kücüğü var. Alqışla. Kücüğünün 40 ucu var. Alqışla. Burada bir oyuncu var. Alqışla. Talehin nə gücü var. Alqışla. Mirvari aldıraram. Alqışla. Boynuma saldıraram. Alqışla. Bu maşını mən apararam. Alqışla. Hamınızı yandıraram. Malı mala qatmıyor. Alqışla. Şəklimi ora atmıyor. Alqışla. Dostlarımızı satmıyor. Alqışla. Da bəsdir uzatmıyor. Alqışla. Mənsur gəlsin yanıma. Son qoyaq bu oyuna. Gəl bura Mənsur. Alqışla gəl, gəl əzim. Son hesablamalara qədər son səslər gəlir və bir daha xatırladıram ki, Mənsur Şərif və Sərxan Kərəmoğlu mübarizəsidir. Biz isə xatırladırıq ki, bu tarixdən etibarən, bugündən etibarən bütün Bakı və Azərbaycanda yaşayan insanlar bilirlər ki, LCY2-də belə bir gözəl kampaniya başlayıb 50%-dək indirimlər var dostlar. LCY2-nin ən əsas özəlliklərindən biri odur ki, siz bu brenddən aldığınız bütün geyimləri 14 gün ərzində həm dəyişdirə bilərsiniz, həm də geri qaytarıb pulunuzu ala bilərsiniz. Bəli, belə hallar ola bilsin ki, var, amma LCY2-də bir dəfə mal alan insan artıq heç vaxt onu geri qaytarmır. Yalnız ölçü vahidi etibarilə, ölçü ilə düz gəlməyə bilir. Amma həm keyfiyyət, həm qiymət, həm gözəl imkanları LCY2 həqiqətən də çox gözəldir ki, deyir ki, yaxşı giymək hər kəsin haqqıdır. Niyə də yox? Stop. Səs vermənin gedişatına stop. Stop. Bütün səslər hesablanır. Bütün səslər hesablanır. Mən xatırlatmaq istəyirəm ki, dərhal bu dəqiqə məlumat gəldi ki, dərhal bizim verilişimizdən sonra ATV Sil kanalında ATV Aktual adlı analitik veriliş başlayacaq və bəli, bu verilişdə bugün Bakı Media Mərkəzinin yeni ekran əsəri olan Miras bədii sənədli film tamaşaçılara təqdim olunacaq. Bu film Nobel qardaşlarının Bakıdakı fəaliyyətlərinə həsr olunub. Filmin rejissor və prodüseri ATV Aktualanların qonaqları olacaqlar. ATV Aktualanın qonaqları qismində gəlib studiyadadılar artıq. Filmin ərsəyə gəlməsində isə Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyevanın böyük əməyi var. Arzu xanım öz fəaliyyəti ilə artıq neçə ildir ki, çox maraqlı filmlər, çox maraqlı sənədli və bədii filmlər, Bakı Media Mərkəzi çox maraqlı işlərlə fərqlənir və bu işlər nəinki Azərbaycan miqyasında, bizim miqyasımızda, bu həqiqətən filmlər dünya miqyasına çıxacaq. Sonuncu İzamiyyət səhv eləmirəmsə adlı bir film idi.
Azərbaycan Demokratik Respublikasının bax bu dövründə çox gözəl bir film idi. Bütün bu filmlər indi xaricdə böyük maraqla izlənilir. Arzu xanım Əliyevaya və Bakı Media Mərkəzinin bütün heyətinə buradan atəşli salamlar söyləyirik. Bu əməkləri, əziyyətləri qarşısında biz daha öz təşəkkürümüzü bildiririk. Gözəl işlərə görə minnətdarıq. Dostlar, bu qədər. Bu qədər və bəli, bu qədər. Səslər toplanılır və xatırladıram ki, Mənsur Şərifin adına gələn World Telekom'da artıq səs vermə də orada da bitib. Stop dediğin anda və Instagram səhifəsində Mənsur Şərif qazanmışsa 100 səs əlavə nur qalsın deyənlərin hesabına. Ədənəvi olaraq Eminent Modalar evindən təşəkkürlər. Çox sağ olsunlar. Bizimlədilər hər zaman. Və bizim iştirakçılarımızın, xüsusilə xanımların gözəlliyini təmin edən əlbəttə təbiətdir. Bəli, bəli. İndi də. Amma bizim xanımların və iştirakçıların efir qabağı hazırlığını xarici görkəm etibarilə Anar Ağıçışıvın Beauty Akademisi təmin edir. Onlara da minnətdarıq. Bugün qonaqlar çoxdur. Mənsur, gəl. Bura, diqqət ekranlara. Rəqəmlər hazırdır. Diqqət ekranlara. Mənsur Şərif. Qalsın, getsin. Necə paylaşdı səslər? Diqqət. Mənsur Şərif 48,12% səslə qalsın deyənlərin səs faizi kifayət etmədi. 48,12% səs verən tamaşaçı qalsın dedi. Burada Mənsur Şərifin döyüşü bitdi bu dəqiqəyə qədər. Mənsur Şərifin addımı Sərxan Kərəmoğlu idi. Dəfələrlə dedi ki, mən öz fikrimdən dönməyəcəm. Amma mən də öz fikrimdən dönməyəcəm. Mənim fikrimcə də bugün Mənsur Şərifi xərclədilər. Lazımsız bir döyüşdə. Bunu kim etdi bilmirəm. Mənsur deyir ki, mən özüm etdim. Amma mən hesab edirəm ki, Mənsur bu işə hazırlaşdırdılar. Konkret hazırlaşdılar. Amma özü hazır değildi. Mənsur, çox heyif. Mən həqiqətən heyiflənirəm ki, bugündən etibarən səninlə bu şou iştirakçısı qismində vidalaşmalıyıq. Sənin üçün bugün maşın əldən getdi. Mənsur Şərif bütün bugünkü gərginliyinə baxmayaraq yenə də bizim əzizimiz, doğmamız və hər zaman gözlədiyimiz bir insandır. İştirakçılarla vidalaşa bilərsən, ürək sözlərin varsa. Burada sosialı tapşırıram Taliyə, Ramilə, Hosəyə, Samirə, Ranara, Xəyalə xanıma, Nara xanıma, bir də Səmrə xanıma. Yiyəcəklər başımızı. Bu qədər. Təşəkkür edirəm. Çox sağ olun. Mənsur Şərif, vidalaşa bilərsin iştirakçılarla. Hər zaman olduğu kimi
Biz bərabərik. Gecəniz xeyrə qalsın.